Bakı şəhərində Türk Mühəndislər Dərnəyinin təşkilatçılığı və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin tərəfdaşlığı ilə 4-cü Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi keçirilib. Yeniçağaz xəbər verir ki, zirvənin əsas məqsədi Türk dünyasında mühəndislik, texnologiya və innovasiya sahələrində əməkdaşlığı gücləndirmək, elmi-texnoloji sahədə ortaq layihələrin hazırlanmasına töhfə verməkdir. Tədbirin açılış mərasimində Türk Mühəndislər Dərnəyinin sədri Yaşar Yekəbağcı, Kobiya sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, TÜYÜB İdarə Heyətinin sədri Hüseyn Böyükfurad, Türkiyə Komusen sədri Öndər Kahveci, AK Partiya Xarici Əlaqələr üzrə sədr müavini Levent Ali Yıldız, AK Partiya sədrinin müavini Kürşad Zorlu, millət vəkilləri Şamil Ayrım, Yaşar Yıldırım və digər rəsmi şəxslər çıxış edərək zirvənin əhəmiyyətini vurğulayıblar. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətindən olan mühəndislər, akademiklər və iş dünyasının nümayəndələrinin qatıldığı tədbirdə ortaq texnologiyalar, mühəndislik təhsili, süni intellekt, enerji, kiber təhlükəsizlik və müdafiə sənayesi kimi strateji mövzular müzakirə olunub. Zirvə çərçivəsində Türk dünyasında ortaq mühəndislik təhsili, müdafiə sənayesi, zəlzələyə dayanıqlı tiklilər və Türk dünyası süni intellekt mövzularında xüsusi panel və sessiyalar təşkil olunub. Müxtəlif ölkələrdən gələn tanınmış professor və mütəxəssislər öz təcrübələrini iştirakçılarla bölüşüblər. Tədbir çərçivəsində həmçinin iş adamları arasında B2B görüşlər, universitet ziyarəti və paytaxt Bakıya tanışlıq turu reallaşdırılıb.